Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə Dövlət İmtahan Mərkəzinin biologiyadan olan sınaq topusunun ikincisinin izahı ilə qarşınızdayıq. Birinci sualımızda nə soruşur bizdən? Birinci sualımızda soruşur ki, xana balığının həm quyruq, həm də gövdə fəqərələrində vardır. Xana ümumiyyətlə hər bir fəqərə yadında saxlayın ki, fəqərə cisimdən üst və alt çıxıntılarından ibarətdir. Gövdə fəqərələrinə yan çıxıntılar ancaq gövdə fəqərələrinə aiddir. Aşağı çıxıntılar quyruq fəqərələrinə aiddir və quyruq fəqərələri aşağı çıxıntılar birləşərək aşağı qövsə əmələ gətirir. Bu da quyruğa aiddir. Digərləri fəqərənin cismi, yuxarı çıxıntısı, aşağı fəqərə cismi, yuxarı çıxıntısı və yuxarı qövs hər ikisinə aiddir. Bu da A variantına uyğun gəlir, hər ikisinə aid olanları soruşduğuna görə. Müasir sürünənlərin bütün nümayəndələri üçün xarakterikdir. Bütün döş qəfəsi hamısına aid deyil. Məsələn, tısbağalarda, yılanlarda döş qəfəsi yoxdur. 3 kameralı ürək hamısına aid deyil. Timsahlarda 4 kameralı ürək var. Dişlərə malik çənələr yenə hamısına aid deyil. Rüşvət mərhələsində xordalın olmasa bu hər ikisinə aid, hamısına aiddir. Balıqlarda tənəffüs, qan dövrən, həzm proseslərini idarə edən mərkəzlərin yerləşdiyi baş beyin şöbəsini bütün bu prosesləri idarə edir. Uzunsol beyində 4-dən işarə olunmuşdur. Neştərçə nərə balığından fərqli olaraq yadınıza saxlayın ki, neştərçədə xüsusi hiss orqanlarına malik deyirlər. Nərə balığında isə vardır. Mesela ağciyər tənəffüsü rast gəlinmir. Ağciyər başı xordallarda, məsələn balıqlarda pəncərəgözlər dəstəsinin ağciyər tənəffüsü var, sürünənlərdə var, amfiblərdə də var və quşlarda da vardır. Sonra protey, triton, buqələmun, təlxə, uzunburun, hatreya, şəmayı dəstənin nümayəndəsi verilmişdir. Protey ilə triton aiddir, yadınıza saxlayın. Quyruqlulara aiddir. Hər birinin baş hərfini yazırım. Bu qələmunla təlxə pulcuqlara aiddir. Bu qələmun və təlxə. Uzunburun nərə kimilərə aiddir. Sonra keçirik hatreya. Hatreya dimdək başlılar dəstəsinə aiddir. Şəmayı isə çəki kimilər dəstəsinə aiddir. Bunları hesablasaq 1, 2, 3, 4, 5. 5 nə oldu? C variantına uyğun. Qaba yemlə qidalanan əksər məməli heyvanlarda ağzı dişlərinin səthi hamar olur. Xeyr, kələk götürü olmalı idi. Bağırsaq uzun olur. Bəli, bağırsaq uzun olur. Bağırsaq qısa olur. Xeyr, ağzı dişlərinin səthi qırışlı olur. Bəli, ağzı dişlərinin səthi də qırışlı olacaqdır. Deməli, cavabımız edəcək A variantı. Göstərilən orqanizm ən kiçik sistematik kateqoriya. Bu sümüklü balıq, bu isə qığırdaqlı balıqlara aiddir. Sümüklü sinifdir. Sümüklü balıqlar sinifi, qığırdaqlı balıqlar sinifi. Siniflər isə birləşir tipdə. Balığın daxili qəlsəmələrin əsas qazlar mübadiləsi. Yadınıza saxlayın ki, qəlsəmədə qazlar mübadiləsi qəlsəmin yarpaqçıqlarında baş verir. Kisə şəkilli, zəif inkişaf etmiş ağciyərlər dəri ilə tənəffüs edən onurğalı heyvan üçün xarakterik deyil. Bu tritona aiddir. Tritonda dolayı postembrional inkişaf düzdür, ola bilər. 3 gözlü qapağı ola bilər. Zigotun tam və bərabər bölünməsi xeyir. Zigot tam, bir də qeyri-bərabər bölünür bunlarda. Ona görə düzgün olmayan cavab C variantıdır. 11-ci sualımız. 11-ci sualımızda soruşur ki, çiyin qurşağında olan sümüklərin sayı. Çöl göyərçinində 6 ədəddir. 2 kürək, 2 körpücük, 2 də qarğa sümüyü, yəni 6 dənə sümükdən təşkil. Ev itində isə ancaq 2 dənə kürək sümüyüdür. Cəmi neçə elədir? 8 elədir. Biz o cavabda 8 olan variantı hesablayacağıq. Arxa ətrafında olan barmaqların sayı 10-dur. Əksər quşların caynaqda olan barmaqlarının sayı, yəni arxa ətrafında olan barmaqların sayı soruşur. 8-dir. Bəli, zolaqlı ön ətrafında olan zolaqlı kərtənkələnin ön ətrafında olan barmaqlarının sayı bu da 10-a bərabərdir. Zürafənin boyun fəqərələrinin sayı 7-dir. Qurbağanın onurğasında olan fəqərələrin sayı 9-dur. Mesela bizdən nəyi soruşur? Quşun çinədanı barəsində doğru olmayan ifadəni müəyyən edin. Çinadan qida borusunun genişlənmiş hissəsidir. Bəli, çinadan qida şirələrin təsirindən yumşalır. Bəli, bilavasitə mədənin əzələli şöbəsinə ötürülür. Xeyr, əvvəlcə vəzli şöbəsinə ötürülür. Ona görə C variantı səhvdir. Qurbağanın
Məsələn, digərinə də baxıb bədən boyun hissəsində yerləşir. Əksər quşlar üçün xarakterikdir. Bəli. Qurbağanın sidik bağada sidik bədəndə bilavasitə xaric olunur. Qurbağada sidik kloaka dəri vasitəsilə xaric olunur. Göl qurbağasından fərqli olaraq quru qurbağalarında daha çox atmosfer havası ilə tənəffüs etdiyinə görə onlarda akciğer yaxşı inkişaf etmişdir. Kərtənkələ yumurta hüceyi hansı orqanda mayalanır? Yumurta hüceyi ilə mayalanır yumurta borularında. Yumurta boruları isə burada 4-lə işarə olunmuşdur. 5-ci isə yumurtalıqdır. Sonra 16-cı sualımızda ona ördək burun. Ördək burun yarımsu həyat tərzi keçirən məməli heyvanlara aiddir. Bu da B variantı. 17-ci sualımızda nə soruşur? Qaskimlər dəstəsinin nümayəndəsi qu quşu qaskimlər dəstəsinə aiddir. Qara malın əcdadı 6-cı sinif kitabında verilmişdir. Vəhşi turdur. Sonra Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Şirin su balıqları, duzlu su balıqları. Birinci biz ilk öncə şirin su balıqlara aid olanları qeyd edək, sonra duzlu su balıqlarına. Şirin su balıqları heç vaxt su içməmələr, bir də çoxlu miqdarda sidik ifraz edirlər. Sonra duzlu su balıqları. Duzlu su balıqları çox az miqdarda sidik ifraz edirlər və daima su içirlər, nəticədə çoxlu su qəbul edirlər. Hər ikisinə ortaq xüsusiyyət isə ifrazat sistemi bir cüt böyrək, bir cüt yuxarı və sidik hissəsindən ibarət olması. Bir də daxili maye mühiti sabit qalmasında ifrazatın mühüm rol oynaması. Sonra təkamül prosesində ilk dəfə ruşey malında beyin qabığı əmələ gəlmiş sinifin nümayəndəsi üçün xarakterikdir. Bu sürünənlər sinifidir. Sürünənlər sinifi üçün də xarakterik olan daxili mayalanmadır. Sonra isə keçirik 21. Şəkildə göstərilən quruluşda ürəyə malik heyvan üçün xarakterik deyil. Burada görürsünüz ki, sağ aorta qövsüdür. Sağ aorta qövsünə aiddir quşlar. Quşlar üçün 4 kameralı mədə quşlar üçün xarakterik deyil. Bu məməlilər üçün xarakterikdir. Postembriyonun inkişafında qazlar mübadiləsi gedən orqanlar daha çox müxtəlifliyə rast gəlinir. Qurbağada, çünki burada nə? Bunlarda həm qəssəmələrlə tənəffüs var, həm dəri tənəffüsü var, həm də ağciyər tənəffüsü var. Ona görə də ən çox müxtəliflik qurbağada olur. Heyvanların çiyin qurşağını əmələ gətirən sümüklərin sayı ilə arteriya damarlarına axan qan növlərinin sayının cəminin artma ardıcıllığını müəyyən edin. Qurbağanın çiyin qurşağına 7 dənə sümük birləşir. 2 qarğa, 2 kürək, 2 körpücük, bir də döş sümüyü, cəmi 7. Və qurbağanda da 3 cür qan dövr edir. Arteriya damarının arterial, venoz, bir də qarışıq. Yəni 3. 7-nin üstünə də 3 gəlsək, eləyəcək neçə? 10. Bunun da üstünə 3 gəlsək, eləyəcək 10. Sonra keçirik quşda. Quşda isə çiyin qurşağının sayı 6 dənədir. 2 kürək, 2 körpücük, 2 qarğa, 6, 2 dənə də arterial və venoz qan dövr edir. İtdir. Məməlilərdə çiyin qurşağı 2 dənə kürəkdir və 2 cür arterial və venoz qan dövr edir. Buna da 4. Çoxalma istiqamətinə düzün dediyinə görə 3, 2, 1. Müasir məməlilərin yalnız bir növü üçün xarakterikdir. Adətən yalnız bir növ üçün xarakterik xüsusiyyət insanı götürürlər. İnsan üçün xarakterik xüsusiyyətləri biz buradan insan üçün olanı ki seçəcəyik. Onurğanın istifari əyriliyi ancaq insana aiddir. Kəllərin beyin şöbəsinin üst şöbəsindən iri olması insana aiddir və mücərrəd təfəkkürə malik olmaq da insana aid olur. 3, 4, bir də 6. Sonra 25. Xana balığının qan növlərinin sayı arteriya damarları ilə axan qan. Arteriya damarları ilə 2 cür qan axmış olur. Yəni bu arteriya damarları 2 cür qan axır. Vena damarları ilə 1 cür. Ürəkdə boşluğuna gələndə isə vena damarları ilə venoz qandır. Ürək boşluğuna gələndə də venoz qandır. Sonra heyvanlar tənəffüs prosesində 200 ml havadakı həcm payı da 21 oksigen həcm payı. Havadan istifadə edən oksigen minimum həcmi. Ümumiyyətlə bunu vurub havada olan oksigenin həcmini 200-ü 21-ə vurub böləcəyik 100-ə. Bu da eləyəcək bizə 420-ni verəcək. Və biz bilirik ki, məməlilər havadakı oksigenin 20-25%-ni istifadə edir. Ona görə də 420-ni vuracaq 20-yə minimum dediyinə görə böləcəyik 100-ə. Bu da eləyəcək 84.
Yəni bu havadan istifadə oksigen qazının miqdarı 84 millilitr olmuş olacaqdır. Sonra uyğunluğu müəyyən edin. Birinci, inkişaf düzündən sidik hissəsi vardır. Sidik axarları klokaya açılır. Sidik hissəsi var və sidik klokaya açılır. Bu zolaqlı kərtənkələdir. Sidik axarları klokaya açılan. Sonra ikincisinə baxaq. Sidik hissəsi var. Ürəyi 4 kameralıdır. İnkişafda düzünədir. Bu aiddir adətən məməlilərə. Məməlilərin nümayəndəsi də burada bir antilopdur, bir də sümbül qıran C-Y. Sonra üçüncündə nə deyir? 3 kameralı ürək, sidik axarları klokaya açılır. İnkişafı bu isə quşlara aiddir. Quşlar da burada ancaq qutandır. Üçə də uyğun gələcək B. Müəllim elektron lövhədə aşağıdakı şəkili nümayiş elətdirir və qeyd edir ki, bu orqan dayaq hərəkət aparatının kütləsinin 150 qramdır. Uçuş zamanı qanadlı endirən əzələlərinin kütləsi digər əzələlərin dayaq hərəkət yüksəldim. Uçuş zamanı qanadı endirən əzələlərinin kütləsi bədəndə olan digər ümumi kütləsinə bərabərdir. Qanadı endirən əzəllər döş əzələlərdir, yadınızda saxlayın. Döş əzələləridir. İndi bizdən nəyi soruşur? Ətrafda sərbəst hissəsinə aid olan sümüklərin hər birinin adı və nömrəsini qeyd edin. Hər bir bunun nömrələrini yazaq. Birinci 4. 4-dən bu yuxarı hissəsindən başlayaq. 4 bazı sümüyüdür. Sonra gəlir 5. 5. Bu mil sümüyüdür. Sonra gəlir 6. 6 dirsək sümüyüdür. Sonra gəlir 8. 8 baldır sümüyüdür. Sonra gəlir 9 but sümüyüdür. 9 da but sümüyünə aiddir. İndi bizdən bu orqanizmdə qanadları endirən əzələlərin altında yerləşən əzələlər necə adlanır? Uçuş zamanı həmin əzələlərin funksiyası. Qanadı endirən əzələlərin altında yerləşən əzələlər körpücük altı əzələlər adlanır və bu uçuş zamanı qanadı qaldırmağa xidmət edir. Sonra şəkildə göstərilen orqanlar sisteminin kütləsini hesablayın. Qanadlı endirən əzələlərin kütləsi 2 dəfə az olarsa, əgər kütlə qanadı endirən əzələlərin kütləsindən 2 dəfə az olarsa. Deməli, orqanlar sisteminin kütləsi ümumiyyətlə dayaq hərəkət sisteminin kütləsi bərabərdir əzələ üstə gələnsin sümüyə. Döş əzələsi digər əzələlərdən 2 dəfə çox olsa, onda 2x hesab eləyək, yarısını hesab eləyirsə. Onda döş əzələsinin kütləsini 2x. Döş əzələsi isə digər kütlələrinin yarısını təşkil edilirsə, yəni bütün əzələ sistemi də bərabər olacaq 4x-a. Bizdə də dayaq hərəkət aparatının əzələ sisteminə vəzinə 4x yazacağıq. Sümük sistemin əvəzinə də isə x yazacağıq. Bunların da cəmi bizdə burada verib 150. Bu da bərabər olacaq 150. Yəni 5x bərabər olacaq 150-yə. 5x bərabər olacaq 150-yə. X-imiz də bərabər olacaq 30-a. Yəni burada 30-a bərabər olmuş olacaqdır. Bizdən nəyi soruşur? Bizdən də bu x sümük sisteminin kütləsi olduğuna görə elə orqanlar sistemi kütləsini hesablayın şəkildə isə skeletin verilib. Skeletin kütləsi isə 30-a bərabər olmuş olacaq. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.